Blok imtahanları üçün növbəti suala baxırıq. Çevrənin mərkəzindən onun müstəvisinə uzunluğu 24 sm olan perpendikulyar qaldırılmışdır. Perpendikulyarın bu müstəvi üzərində olmayan uc nöqtəsi ilə çevrənin nöqtələri arasındakı məsafə 25 sm olarsa, çevrənin diametrini istəyir bizdən. Deməli, ilk olaraq nə etməliyik? Deyək ki, çevrəli bir balaca aval çəkək. Çünki oradan perpendikulyar qaldıranda bizə yaxşı görüntü verməyəcək, normal çevrə çəksək. Deməli, buradan bir dənə perpendikulyar qaldırıq müstəvisindən. Onun mərkəzindən müstəvisinə uzunluğu 24 sm perpendikulyar qaldırılıb bu şəkildə. Və çevrənin istənilən nöqtəsinə, yəni bu artıq bir istənilən nöqtə ola bilər, olsa bərabər məsafə də olacaq. Çevrənin istənilən nöqtəsini çəkə bilərəm ki, mən bu A nöqtəsini deyək ki, çəkdim. Və buradan məsafə 25 sm-dir. 25 sm. Digər tərəfdən perpendikulyarın uzunluğu isə 24 sm idi. Və mən A nöqtəsindən çevrənin mərkəzi olan O nöqtəsini birləşirsəm, burada bir düzbucaq yaranacaq, deyək ki. Və buradan AO məsafəsi nəyə bərabər olacaq? Pifaqoruna getsəm, AO bərabərdir, deyək ki, kökün altında 25-in kvadratı, 25-in kvadratı çıxaq 24-in kvadratı. Onda AO bərabərdir, buradan 49 olacaq, elə müxtəsərlə yazsam, 49 olacaq. Bu da bərabər 7 olacaq. Deməli, radiusu 7-dirsə, çevrənin diametrini istəyir bizdən, diametr 14 sm olacaq.